Bismillah. Mayın birinci yarısında bəxti açılacaq bürclər kimlərdir? Mayın birinci yarısı 1-15 may bəzi bürclər üçün xüsusilə uğurlu və bəxt açılan dövr sayılır. Bu dövrdə həm pul, həm də şəxsi həyatda canlanma hiss oluna bilər. Bəxti açılan bürclər bunlardır. Buğa, bu sənin mövsümündür və enerji zirvədədir. Pul, yeni imkanlar və gözlənilməz şanslar çox yüksəkdir. Əlinə keçən fürsətləri qaçırma. Əkizlər, ayın ortasına yaxın enerji güclənir. Xüsusilə pul və işlə bağlı sevindirici xəbər ala bilərsən. Gizli şanslar aktivləşir. Şir, karyera və pul sahəsində açılma var. Səni görməyənlər artıq fərqinə varacaq. Gözlənilməz qazanc ehtimalı yüksəkdir. Əqrəb, şok, amma müsbət dəyişikliklər ola bilər. Taleyin istiqaməti dəyişir. Pul və münasibətlərdə yeni səhifə açılır. Oğlaq, uzun müddət gözlədiyin nəticələr gəlməyə başlayır. Səbrinin bəhrəsini görəcəksən. Maddi vəziyyət yaxşılaşır. Qısa qeyd, ən şanslı bürc buğa. Pulda yüksələn bürc şir. Gözlənilməz bəxt əqrəb.